Peyğəmbərin kəmal-i cəmalinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdu es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttakin. Summa salatu ve selamu ala Resulillahil amin. A'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sallallahu aleyhi ve alihi ve sellem. Ve ala ehl beytihi tayyibine tahirinel ma'sumin. Seyyama namusud dahr veliyyel asr Hüccet ibnil Hasan. Accalallahu Teala faracahu şerif. Ve la'netullah ala a'daihim ecma'in. Rabbi şrah li sadri ve yessir li emri. Vahlul uqdeten min lisani yefkahu kavli. Esselamu aleyküm ve rahmetullah. Ağamız, seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmenlerinin mehvi, zuhur ve kıyamının teciline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Xudavənd Mütəal gələn günlərimizi xeyr eləsin inşallah. İbadət, itaətlərimizi qəbul eləsin və Həzrəti Mövlamız, Əmir-əl-Mömininin həyat yoldaşı, Həzrəti Resulullahın qızı, Həzrəti Zəhra Salamullah Əleyhanın şəhadət günləridir. Xudavənd Mütəal o xanımın nəzərindən bizləri kənarda qoymasın inşallah. Xudavənd Mütəal xanımın qatillərinə lənət eləsin inşallah. Deyirlər, belə bir rivayət var xanımın haqqında. Rivayət səhih rivayətdir. Peyğəmbər əleyhissalam Səlmanla söhbətdə Səlman deyir ki, mövzu Həzrəti Zəhra idi. Rasulullah mənə buyurdu ki, Səlman bil, Həzrəti Zəhranı hər kəs sevsə 100 xeyri var ahirətdə. Yəni 100 dənə xeyr aparar. Həzrəti Zəhranı sevmək belədir. Xudavənd Mütəal bizə də icazə verib. Biz də Həzrəti Zəhranı sevirik, sevənlərindənik. Xudavənd Mütəal bizləri o cür qeyd eləsin inşallah. Həzrəti Zəhranın pak və mütəhhər ruhuna salavat hədiyyə elə. Allahümme salli ala Muhammed ve ali Muhammed. İsra surəsi 47-ci ayə. Buyurur Xudavənd Mütəal: "Nahnu a'lamu bima yestemi'un bihi iz yestemi'un ileyke ve izhum necva iz yaqulu zalimun in tettabi'un illa raculan meshura." Keçən ayələrdə, yəni 46-cı ayədə bəhs elədik ki, buyurur Xudavənd Mütəal: "Və cəalna ala qulubihim əkinnətən əyyəfqahuhu." Buyurur ki, biz
onların qəlbində bir şey qərar verərik. Qur'anı eşidərlər, amma təfəqqüh eləyə bilməzlər. Başa düşə bilməzlər. Və fi azanihim vəqra. Çünki onların qulaqlarında nə var? Yük var. Və izə zəkərtə rəbbək fil Qur'an vəhdəhu. Elə ki, Qur'anda Rəbbindən ad apararsan, vəlləv ələ ədbarihim nufura. Qaçarlar. Yəni, Allah deysən, qaçırlar. İnsanlar belədirlər. Bu ayədə, 47-ci ayədə buyurur Xudavənd Mütəal, yəni hələ ardı gedir mövzunun. Buyurur, nəhnu a'lamu bima yəstəmi'unə bihi. İz yəstəmi'unə iləyik. Onlar qulaq verirlər sənə. Yəni, sənin yanındadılar. Qulaqları sənin yanındadır. Allah buyurur ki, biz daha yaxşı bilirik. Sənin yanında olub, sən onlara Qur'an oxuyanda ki, eşidirlər, kim necə eşidir, biz daha yaxşı bilirik. Yəni, bizim onların içindən xəbərimiz var. Məsələn, Muaviyə əleyhil-Haviyə Qur'anı nizəyə vuranda, Allah buyurur ki, mən bilirəm, bunlar hiylə eləyir. Hiləgərcəsinə Qur'anı bunlar neynirlər? Nizəyə vururlar. Bəzən görürsən, fasiqlər Qur'andan istifadə edirlər. Möminin qabağında. Möminin qabağında. Məsələn, bir ayə Qur'andan götürürlər. Məsəl üçün, ayənin zahiri budur ki, zalimə kömək etmək olmaz. Sən deyirsən, mən Qur'an qəbul eləmişəm və sən eləyirsən. Bunun qabağına küllü Qur'anı qoysun, qəbul etməyəcək. Halbuki Qur'anda Xudavənd Mütəal bəzi başqa detallara işarə eləyib. Ki, onları bunların qabağına qoysun. Görərlər ki, Qur'an bir dənə ayədən ibarət deyil. Əgər Qur'anla danışırsansa, gərək bir parça danışasan. Yəni, 6236 ayənin hamısından danışasan. Əgər 6236 ayənin bir ayəsinə söykənib, 6235-i qabağında saxlayırsansa, deməli, sən hiyləgərsən. Ona görə Allah Teala Qur'anda belə bir ayəsi var. Buyurur ki, niyə Qur'anın bəzisini qəbul edib, bəzisini qəbul etmirsiniz? Deməli, məsələyə nəfsani baxırsınız da, nəfsinə baxırsınız. Hansı ayə sərf eləyir, hansı ayə sərf eləmir, belə baxırsınız. Amma əslində nədir? Qur'an belə bir kitab deyil. Qur'an bir parça kitabdır. Yadınıza gəlsə, köhnə bəhslərimizdə demişdik, Əllamə Təbatəbai mərhum buyurur ki, Qur'anın surəsi yoxdur. Qur'anın hizbi, cüz'ü yoxdur. Qur'anın nöqtəsi, vergülü yoxdur. Qur'an Fatihənin, Bismillahının basından başlayır, Nasın silində qutarır. Yəni, bir parça kitabdır. Qəbul edirsənsə, onu bir cümlə kimi qəbul etməlisən. Burada başladı, orada qutardı. Yox, sən bunu bölürsənsə, deməli, bəzisini qəbul edib, bəzisini qəbul etmirsən və Qur'an ki, ağlın üstündə, fitrətin üstündə qurulan bir kitabdır, yarısını qəbul etmirsənsə, deməli, ağlığın yarısını qəbul etmirsən. Çünki bütöv bir kitabdır bu Qur'an. Qəbul edirsənsə, bütöv qəbul etməlisən. Yarısını inkar edib, yarısını qəbul edirsənsə, deməli, hamısını inkar edirsən. Qur'an belə baxır. Allah buyurur, nəhnu a'lamu. Biz daha yaxşı bilirik. Bima yəstəmi'unə bihi. Onlar ki, qulaqlarını sənə tutublar. İz yəstəmi'unə eləyəkə. Sənə qulaq asanda. İçləri bizə bəllidir. Biz bilirik, bunlar kimdir?
Niyə bu cür sənə qulaq asırlar? İndi bunlar nə edirlər? Allah Teala buyurur peyğəmbərə ki, bunlar və izhum necva iz yəqulu əz-zalimun. Onlar ki, zalimdilər, içləri zülmdür, çölləri əshab görsənir. Təsəvvür eləyin, bir alim, deyək, dində olan bir alim ki, kamil bir alimdir. Bunun yanında olan 50 nəfər məsələn, 50 nəfərdən 15-i oğrudur. Bu alim də bilir ki, bu 15 nəfər oğrudur. Bu 35 nəfər də bilir ki, bu 15 nəfər oğrudur. Bu 50 nəfərin hamısı bilir, bu 15 nəfər oğrudur. İndi deyir, çün alimlə eyni zamanda yaşayıblar, deyə bilməzsən oğrudur, hamısı yaxşı kişidir. Necə olur belə? Dünyada belə olmur axı. Elə deyil. Məsələn, Peyğəmbər əleyhissalamın zamanında oğruda yaşayıb, fasiqdə yaşayıb, münafiqdə yaşayıb Peyğəmbərlə bir yerdə. Yaxşı da yaşayıb. Bugün deyir ki, biz həmən vaxtın yaxşılarını, oğrularını, fasiqlərini hamısını yaxşı bilməliyik. Necə olur? 2025-ci ildə yaxşı bilmirsən, deyirsən, yox, bunlar oğrudur, burada olmamalıdırlar. Amma orada olanların oğrusun deyirsən, elə yaxşı adamdır. Necə olur? Bir gün oğru xarab adam olur. Çünki sənin yanındadır. Amma orada Peyğəmbərin yanında oğrudur, çünki sən sərf eləmir. Çünki oğru, elə adamlar oğrudur ki, o adamlara sənin simpatiyan var. Sən onlara oğru demirsən. O fasiqdirlər. Amma sənin simpatiyan olduğuna görə o fasiqlərə. Sən adın desə, yox, mömindir. Hamısına bərabər baxmaq lazımdır. Hamısı mömindir. Amma bugün oğrunu sən yanında saxlamırsan. Necə olur? Peyğəmbərin yanında olan oğru deyir, yaxşı adamdır. Adın qoymaq olmaz da deyir. Niyə? Niyə biz danışmayaq, bilməyək Peyğəmbərin yanında kim idi? Niyə danışmayaq? Niyə bilməyək? Bilsək nə olacaq? Hə, bilsək heç nə. Minimum bu olacaq. Əli ibn Əbi Talibin haqqı əda olacaq. Minimum. Minimum. Maksimum yox ha. Minimum. Maksimum nə olacaq? Maksimum hamısı o kişini tanıyacaq. Haqqını əda eləyəcək. Onun dediyi ilə gedəcək. Və sən deyən darmadağın olacaq. Ya sənə didizdirilən şeylər darmadağın olacaq. Hansı ki, sən nəfsündən irəli gəlib bu şeylər. Buyurur ki, və izhum necva iz yəqulunə zalimun. Onlar ki, zalimdilər. İn təttəbiunə illə rəculən məshura. Deyir, onlar çəkiləndə qırağa pıçıltı eləyirlər. Bir-birlərinə pıçıltı eləyə deyirlər ki, siz də getmişsiniz, sehir olunmuş bir kişiyə tabi olmuşsunuz. Amma burada qulaqları eşidir ha. Bu ayəyə görə, həmən onlar yoxdular, onların bütün əqidəsi darmadağın olur. Hansı ki, deyirlər ki, əshaba söz demək olmaz. Onlar hamısı yekdilliklə kişidirlər. Bəs bir-birinə müharibə ediblər. Olur da, qardaş arasında bir müharibə olardı. Necə olur? Necə olur 124 min Peyğəmbər eyni zamanda yaşayır, hamısı da dostdular. Niyə? Çünki hamısı eyni yerə bağlıdır. Əgər bu əshab hamısı eyni yerə bağlıydısa, niyə bunların arasında bu fərqliliklər var idi? Məsələn, bir nəfər üçün Quran buyurur ki, fasiqdir. Quran deyir fasiqdir ya. Hədis yox. Rivayət yox. İza cəə fasiqun binəbəin. Allah Hücurat surəsində buyurur ki, əgər bir fasiq bir xəbərlə gəlsə, araşdır.
Peyğəmbərə Allah buyurur ki, araşdır. Bir fasik bir xəbərlə gəlsə araşdır. Kim idi o? Vəlid. Quran deyir, fasikdir. Ya məsələn, Təbbət yəda Əbi Ləhəbin və təb. Bu Əbu Ləhəbin deyir, əlləri qırılsın. Sən də deyirsən ki, Əbu Ləhəb yaxşı kişidir. Peyğəmbərlə bir yerdə yaşayıb, deməli bu yaxşı kişidir. Peyğəmbərlə Əbu Ləhəb Quran deyir, Allah lənət eləsin. Peyğəmbərlə hər yaşayan adam yaxşı adam deyil ki, necə ki, bu günləri bir alimlə 50 nəfər yaşadı, dediyim kimi 15-i oğru, 35-i yaxşı, adın qoyduq ki, bu 15 nəfər oğrudur da. Sən də deyirsən ki, bunlar yaxşı adam deyirlər. Alim üçün belə deyirsən, amma Peyğəmbər üçün demirsən. Allahın müşriklərin idrak vasitələrinə agahlığı var. Biz bəzən elə fikirləşirik ki, Firon ki, Allahın vilayətindən çıxıb, mənası budur ki, Fironun ağlını da Allah idarə eləmir. Bu cür deyil. Dünyada ən zalim adam sağ ya tarixdə ölü. Bir nəfəri heç kəs göstərə bilməz ki, Allahın vilayətindən çıxıb mənası budur ki, ağlını özü idarə eləyir, Allah yox. Ağlı Allahın ixtiyarında deyil. Belə bir şey yoxdur. Bu aləmdə bir zərrə varmı ki, Allahın təsir qüvvəsindən kənarda qalsın? Allahın qüdrətindən kənarda qalsın? Allahın elmi ondan xəbəri olmasın? Mövzuya bax. Mövzu budur. Müşriklərin idrak qüvvəsinin bütün vasitələrinə Allah agahdır. Yəni Allah bilir ki, Firon nə plan cızıb. Bilir. Allah bilir ki, Qarun nə plan cızıb. Allah bilir ki, Əbu Süfyanın planı nədir? Allah bilir ki, Əbu Cəhlin, Əbu Ləhəbin planı nədir? Allahın bundan xəbəri var. Bilirsiniz necə? Mövzu budur. Mövzu budur ki, idrak qüvvəsinə Allah agahdır. Nə müminin? Müşrikin də. Müşrikin niyyətindən Allah xəbərdardır. İndi mən sizə deyirəm, iki halı deyir Xudavənd Mütəal. Buyurur ki, sənə qulaq verəndə bunlar, biz bilirik hansı niyyətlə qulaq asırlar. Çünki pıçıldayanda bir-birlərinə biz xəbərdarıq. Bizim onlardan xəbərimiz var. Qıraqda bir-birlərinə nə pıçıldayırlar? Deyirlər, rəculən məshura. Bir dəfə deyirlər ki, Peyğəmbər üçün. Peyğəmbər sehirkardır. Bu başqa sözdür. Yəni Peyğəmbər özü sehr edir. Məshur sözü bu mənada deyil sehr edən. Sehr olunmuş. Bilirsiniz necə? Məshurdur. Bu rəcul məshur. Yəni sehr olunmuş bir kişidir. Getmişsiniz, nə eləmişsiniz? Tabi olmuşsunuz ona. Burada sehr olunmuş nə o mənadadır ki, Xudavənd Mütəal bunların dilindən deyir. Yəni Peyğəmbər sehr oluna bilməz. Amma o böyük ustadların birinin sözü, hansı ki bunlar deyirdilər, Peyğəmbərə qulaq asmayın, o sehirkardır, sahirdir, innəhu sahir. O sahirdir, sehirkardır. Deyir elə, əslində deyir, başqa cür başa düşməyin ha, mənəvidir. Əslində elə düz deyirlər. Peyğəmbər Quran oxuyur, insanın ruhi fitrəti, təbiəti yox, fitrəti sehirlənir gözəlliklə. Gözəlliklə sehirlənir. Elə bir ki, Xudavənd Mütəal Peyğəmbərə buyurur ki, mənim ağuşum olsaydı mən eləyərdim, amma sən mənim yerimə ağuşu aç,
girsinlər sənin qucağına. Peyğəmbərin qucağına. Bir yerdə dedilər ki, din nədir? Dedik ki, din yəni ağuş. Din insan üçün ağuş açıb. Nəinki itələyir adamı. Din insanı itələmir. Ağuş açıb ki, gir ağuşma. Ağuş nədir? Bir övlad, məsəl üçün, girdi anasının ağuşunun altına. Cücə yumurtadan toyuq öz cüzələrini çıxartandan sonra qanadlarını açır, hamısı qaçır girir qanadlarının altına. Elə bir instinkt verib onun ki, aç ağuşlu olarsan. O qeyri-insanda belədir. İnsanda Peyğəmbəri göndərib ki, aç ağuşlu, girsinlər ağuşlu. Səlman bugün dirilsəydi, gəlsəydi, bir sual versəydik Salmana ki, Salman, sən Peyğəmbərdə mənfi nə götürmüsən Peyğəmbərdən? Yəni, Salman nə deyə bilər? Peyğəmbər ancaq bunu deyə bilər. Mən Peyğəmbərə yaxınlaşanda mənfilərimi tərk etdim. Mənfilərimi tərk etdim. Peyğəmbər elə bir varlıqdır ki, onun yanında sən mənfini tərk edirsən. Nəinki mənfini əldə edirsən. Çünki bu ağuşda mənfi yoxdur. Bu ağuş belə bir ağuşdur. Bu ağuş rəhmət və mərhəmət ağuşudur. Gör nə deyir? Deyir, sən rəhmətun lil aləminsən. Aləmlərə rəhmətsən. Burada iki mətləbi deyəcəyim sizə. Birinci mətləb budur. Deməli, mövzu nə oldu? Mövzu budur. Müşriklərin idrak vasitələri Allahın əlindədir. Allah ona agahdır. Yəni, Allah bilir ki, müşriklər nə ilə idrak edirlər və nəyi idrak edirlər, niyyətləri nədir yəni. Ondan xəbərdardır. Allah mövzu budur və burada iki mətləb var. Birinci mətləb budur. İnsanları Xudavənd Mütəal fitri sərmayə ilə xəlq edib. Fitri sərmayə ilə. Oradan xəbərdardır. Deyir ki, məsələn, indi tarixi bir nöqtədir də, İmam Rıza əleyhissalamın vaxtında Məşhəddə, Xorasanda olanda İmam Rızağa, xəlifə deyir ki, filan şeyi filan cür edin. Vəzir deyir ki, vəzir deyir, bəs əmin oğlu Əli belə edər, yəni İmam Rıza üçün, deyir, o etməz onu. Etməz. Hardan bilir? Bilir ki, Peyğəmbər balasıdır. Peyğəmbər balası ona etmir. Bildiniz necə? O mənfi düşünürdü də. O da belə eləyər. Deyir, o etməz onu. O zalim İmam Rıza əleyhissalamın o bütün xislətini tanıyır ki, kimdir bu? Niyə? Peyğəmbər balasıdır. Peyğəmbər balası mənfi iş görmür. Görmür heç, fikirləşmir. Fikirləşmir, heç qəlbindən keçmir. Ümumiyyətlə, onların vücudunda mənfi bir şey yoxdur. O da imamət bəhsidir də, başqa yerdə bəhs olunur. Deməli, Xudavənd Mütəal insanları yaradanda fitrət üzərində yaradıb və onların fitrətinə mərifəti var. Bu birinci məsələ. İkinci məsələ. Elə buna görə də insanlar düz və yalan arasında, haqq və batıl arasında, xeyir və şər arasında, yaxşılıq və pislik arasında hərəkət eləyirlər. Xudavənd Mütəal buyurur ki, Şəms surəsində və nəfsin və mə səvvaha. Biz nəfs verdik onlara. Nəfsi elə bir ki, cızığını çəkdik, belə deyək. Şəklini çəkdik, təsəvvürün yaratdıq. Dalıcan buyur, fəəlhəməha, fucurəha və təqvaha. Və ilham elədik pis və yaxşının hamısını ona. Bəziləri bu ayəyə çatanda deyirlər ki, yəni mən neyniyim? Allah mənə yaradanda pisi qoyub içimdə, mən neyniyim?
bu ayəyə götürürlər. Allah deyir, pislə yaxşını ilham etdi onlara. Mən neyim, indi qoyub da mənim içimdə pisi. Xudavənd Mütəal buyurur ki, pisi sənin içində qoymamışam. Pisi tanımaq üçün meyar qoymuşam. Nə pisi mən orada qoymuşam? Pisi sən eləyirsən. Mən qoymamışam. Bəs deyir ki, özün deyirsən axı, ilham elədim pislə yaxşını. Xudavənd Mütəal buyurur ki, bəli, mən ilham elədim pislə yaxşını, yəni meyar verdim sənə, tanıyasan düzlə əyrini. Meyar vermişəm sənə. Bildiniz necə? Mən pisin qaynağını qoymamışam səndə. Pisin qaynağı, mənbəsini qoymamışam. Amma meyar kimi içində məlumat kimi qoymuşam ki, pis gələndə biləsən pisdir. Yaxşı gələndə biləsən yaxşıdır. Meyar qoymuşam. Nəinki pisi sənin içində qoymuşam. Xeyr, pisi sən orada yerləşdirirsən. Mən pislə yaxşını sənə tanıtdırmışam və meyar qoymuşam. Nəhl surəsində buyurur: "Vallahu əxracakum min butun ummahatikum la ta'lamun şey'a." Buyurur Allah analarınızın qarnından sizi çıxartdı. Bir halda ki, adi bir şeyləri siz bilmirdiniz. Adi bir şeyləri. Nəyi bilirdik ki biz? Heç biz bilirdik ağ nədir, qara nədir? Yox. İndi təsəvvür elə, uşaq gəlib çatıb bir həddə, misal üçün deyək ki, 1 yaşı var. Məsələn, heç bir şey də bilmir, indi istəyirsən öyrədəsən. Bir dənə ağ rəngli nəsə, bir də qara. İlk dəfədir birinci. Uşağa deyirsən ki, ağı ver mənə. Ömründə eşitməyib, ağ. Eşitməyib. Neynirsən sən? Əlbi qoyursan ağın üstünə, sən ağı ver mənə. O ki, işarə elədin ağa, o gördü ki, sən ağ deyib, işarəni ora versən, ağa versən, ondan sonra onda beyin başlayır işləməyə ki, ağ budur. Qaranı ver, əlbi aparsın qaraya. Elə belə nədir? Adi şeyləri başlayır eləməyə, öyrənməyə. Hələ sən adi bir şey bilmirdin. Allah buyurur ki, ana bətnindən xaric olanda siz heç bir şey bilmirdiniz. Yəni, adi bir şey bilmirdiniz hələ. Xudavənd Mütəal buyurdu ki, biz siz öyrətdik. Bir şey ki, siz heç nə bilmirdiniz. Adi bir şeyi belə bilmirdiniz. Adi şeyləri biz sizə öyrətdik. Ondan üstün şeylər nədir ki, biz ola öyrətmişik sizə? Bildiniz? O deyir Xudavənd Mütəal ki, ən sadə şeylər. Bax, indi Xudavənd Mütəal burada 2 dəstədən söhbət edir. Bu ayənin daxilinə aid olduğuna görə götürmüşəm bunu. Və yezca'əkəl-ləzinə yu'minunə bi ayatina fəqul salamun aleykum. Allahın salamı var. Allah salam verir kimə? Buyur, 5 dənə şey qeyd eləmişim. 5 dənə şey kimdə var? Silsilə hamısı olmalıdır. Belə yox, biri olsun, 4'ü olmasın. O cür deyil. Buyurur Xudavənd Mütəal, 5 dənə şey kimdə var? Peyğəmbərə buyurur, dəstur verir Peyğəmbərə. Peyğəmbərə əmr verir. Ona buyurur ki, fəqul, əmr verir Peyğəmbərə. Salamun aleykum. De onlara, salam olsun sizə. Kimə? Buyurur, 5 xislət, hamısı toplum. Bir nəfərdə olsa. Özünüz də sayacağım, özünüz də görəcəksiniz ki, 5'i də olmalıdır. Yəni 5'indən biri yoxdursa, deməli, onlara aid deyil. Bunlar kimlərdir? Buyurur ki, onlar ki, sən çıxırsan xütbə oxumağa, gəliblər sənin xütbə və qulaq asmağa. Buyurur, xütbə və qulaq asanlara salam de, amma salam dini hamısına yox. Bu xislətlər kimdə var onlara? Bilirsiniz necə? Ona görə deyir, bax, deyir ki, biz daha yaxşı bilirik onların için və çölün, indi mən deyirəm, onların için və çölün. Onlar ki, sən danışanda sənə qulaq asmağa gəlirlər, onlar kimlərdir? Bu yandan da buyurur ki, Ən'am surəsinin 54-cü ayəsində buyurur, onlara salam ver. Onlar yaxşı adamlardır. Sən onlara salam ver. 1. Onlar ki,
fitri istedadlarını qoruyublar. Fitri istedadlarını. Sərmayəni qoruyanlar. Deyir, filan kəs ticarətçidir. Mən də istəyirəm ticarətə başlayam. Deyirəm, gedim oyuna iş görüm. Deyir, o filan kəs nə işləmə. Deyir, niyə? Deyir, o sərmayəsinin qədrini bilmir. Bir adam ki, sərmayəsinin qədrini bilmir, adam oyuna ticarət eləməz ki. Səhv deyirəm, ticarətçi deyiləm mən. Amma ticarətçilər bilir də, yəni ki, sərmayənin qədrin bilməyəni, sərmayəni qorumağı bacarmayandan adam ticarət eləməz. Çünki bu sərmayənin qədrini bilmir. Bu hələ heç bilmir ki, sərmayə nədir? Hə? Maya başda, sərbaşdır, maya da mayadır. Hə? İndi o mövzuda işlənib deyirəm. Deyirlər ki, Məhərrəm ayıdır. Məhərrəm ayının biri bir Roza xan məsciddə hər gün olacaq. Birinci gün bir mömin gəlir ona. İkinci gün o mömin gəlmir. Amma bu da məscidi buraxan adam deyil. Məhərrəm məclisləri buraxan adam deyil. Bir də 9-cu gecə gəlir. Bu soruşur bundan ki, 8 gündür yoxsan. Deyir, hə, gördüm ki, gəlirəm, gedirəm, maya baş çıxıram, dedim, daha nöş gedirəm. Ona görə gəlmirəm, maya baş çıxıram. İnsan məscidə gəlirsə, mayasına əlavə etməlidir. O sərmayə ki var, içindəki sərmayə, imanı, məscidə gəldi, evə gedəndə əlavə ilə getməlidir. Əgər bundan bir parça qopardıb itirirsənsə sərmayədən də məsciddə sən nə üçün? Necə ticarətdə, insanın mənəviyyatında da bu cürdür. İnsan sərmayəsi nə etməlidir? Qorumalıdır. Bayaq nə ərz elədim? 2 dənə məsələdən ikincini ərz elədim ki, Xudavənd Mütəal insanı xəlq edəndə onu sərmayə ilə xəlq edib. Ənam 54-də buyurur ki, salam diyorlar. Kimə? O 5 xislət toplum bir nəfərdə olana. Birinci hansıdır? Sərmayəsini qoruyan. Bir adam sərmayəsini qoruyursa, ikinci onda olacaq. İkinci nədir? İkinci sərmayədən Allah yolunda istifadə etmək. Yəni Allahın yolunda sərmayədən istifadə edəsən. Burada sərmayədə fitrətdən gedir. Puldan söhbət getmir. Əlbəttə ki, pulda nə etməlisən? Allah yolunda. Yəni sən evə gedəndə 20 manatlıq, 30 manatlıq ailən üçün kartof, soğan filan şeylər ki, alıb aparırsan, onsuz da sən bunu alıb aparırsan da evə. Bunu Allah üçün elə. Deyirəm ki, Allah mənə verdi, balaların üçün alım aparım, Allah üçün elə də onu. O da yazılsın. İnsan, indi çox şeylər var, hələ mənim o ilə işim yoxdur, amma insan ailəsi üçün xərcləyəndə nə ləzzət eləyir ona. Əlhəmdülillah, hamısımızın ailəsi var da, hamısı evə gedəndə nəsə alır da ailəsi üçün. Elə deyil, ləzzət eləmir. Ondan üstün keyf nədir ki? Ki, insan balaları üçün gedəndə evə, ailəsi üçün. Zəng eləyiblər ki, gələndə 2 kilo kartof alarsın. Kartof da onsuz almalısan. Bunu niyyət elə Allah üçün. Allah, görürsən, sənə zəng eləyiblər ki, kartof al. Onlar neynən alsınlar? Başçılığı sənə verib də Allah. O pulu Allah sənə verib ki, onların kartofunu al apar. Sən də Allaha deyinə ki, şükür sənə ki, vermisən mənə, balalarım üçün kartof alıram. Hələ bunu niyyət elə, olsun bu sərmayədən istifadə elədin Allah yolunda. İndi hələ mən fitrəti deyirəm. Fitrətdə olan sərmayəni insan Allah yolunda pöhrələməlidir. Yəni, gül açır, gül. O gül Allah yolunda açılsın. 2, 3. Üçüncü, Allah yolunda qəbul olunsun. Qalsın burada. Haçansa da bəhs edəcəm onu.
Dördüncü, əməl eləsin. Deyəmirəm bunun üstündə. Beşinci, əməldən sonra həm öz əxlaqını Allah əxlaqı ilə bəzəsin. Üstəgəl, ona baxıb insanlar əxlaqlarını düzətsinlər. Deməli, dördü insanın özünə aiddir. Beşinci həm özünə, həm kənarına aiddir. Əgər nuraniyyət özündən başqasına sıçramasa, insanlar onun ətrindən ətirlənməsələr, hələ nəticə almayıb. Hələ nəticə almayıb. Allah Peyğəmbərə Ən'am 54-də deyir ki, salam ver onlara. O, onlara aid deyil ki, onlar həyatlarından nəticə almayıblar. Onlara aid deyil. Və izca'əkəl-ləzīnə yu'minunə bi ayatina, elə ki, sənin yanına bizim ayələrimizə iman götürənlər gəldi, fəqul selamun aleykum. Onlara salam ver. Peyğəmbər də onlara salam verir. Biz xütbə oxuyuruq, əvvəldə danışanda xütbənin axırında nədir? Əssalamu aleykum və rəhmətullah. O oradan qalıb. Yəni Quran ayəsidir. Və o Peyğəmbərdən qalıb. Ona görə salam veririk məhzərə gələnlərə, yəni Azərbaycan dilində deyir, auditoriyaya da salam veririk auditoriyaya. Bu auditoriya salam kimə çatır? Onları ki, sözü eşidirlər, ən yaxşısını, ən gözəlini seçib əməl etmək üçün. O salam onlara aiddir. Və üstəgəl salamdan başqa təşəkkürdür ki, təşəkkür eləyirik ki, nə eləmisiniz? Auditoriyaya gəlmisiniz. Auditoriyadan sayılmısınız. Əgər siz yoxsuzsa, mən haradayam? Aydındır? Ona görə sizə salam düşür. Selamun aleyküm. Bunun müqabilində bir dəstə də var. Onlar ki, sərmayələrini dəfn ediblər. Hifz eləməyiblər, qorumayıblar. Onlar sərmayəni dəfn eləyiblər. Şəms surəsinin 10-cu ayəsində buyurur, qəd xabə mən dəssaha. Buyurur, onlar ki, naümid oldular. Aludə elədilər. Nəfslərinə qatğı qatdılar. Allah yaratdığı kimi qoruyub saxlamadılar. Bərbad elədilər onu və qəd xabə mən dəssaha. Onlar nə edilər? Naümid oldular. Onun müqabilindədir. Onlara yəni salam düşmür də, onu istəyir. Çünki onlar qulaqlarından, gözlərindən və fitri elmlərindən istifadə etmədilər. Fitri elm. İnsanın ola bilər qulağı kar olar. İnsanın ola bilər gözü kör olar. Ona deyərlər əlildir. Dili lal olar, danışmaz, əlildir. Amma fitri elmlərlə kar, kör, lal nə edə bilər? Daxili gözü ilə, qulağı ilə, dili ilə Allahla danışar. Fitri elmlər. Fitri elmlərin fizikaya aidiyyatı yoxdur. İnsanın materiyasına aidiyyatı yoxdur. Ən'am surəsinin 25-ci ayəsində həmən bu dəstənin əksini deyir. Deməli, Ən'am 54 hansı idi? Buyur, fəqul selamun aleykum, salam deyir. Amma Ən'am 25-də tərsidir. Buyurur, ayənin bir hissəsini ərz edirəm. İza ca'ukə yucadilunək yəqulullezine kəfəru in haza illa əsatirul əvvəlin. Elə ki, sən Qur'an oxuyursan, onlar ki, mücadilə eləyirlər səninlə, cədəl eləyirlər. Peyğəmbər buyurur ki, belə olmalıdır ki, sən bilmirsən, belə olmalıdır. Peyğəmbərin qabağına bir elm nədir? Qoyulur. Peyğəmbərin xəbəri olmayıb. Bunda bəziləri var, deyir ki, bir nəfər gedib həccə, bu qadındır, deyir ona ki, həcc xanım,
Deyə getdin sən orada neynədin ki, sənə Həcc xanım deyirlər? Və sən neynəmsən ki, sən insan deyirlər? Sən neynəmsən? Nəsə eləmsən, sənə insan deyirlər. Adı budur da. Hər şeyin adı var da. Hə, demə Hacı xanım, həcc qəbul deyil. Məsələ aidiyyatı yoxdur ki. Hacı xanım mənası nə deməkdir ki? Bir nəfər bəy, kişi gedib həccə. Deyirlər filan kəs, hacı filan kəs. Bu nə deməkdir? Hə, bu təbliğ deməkdir. Hacı filan kəs deyəndə təbliğ gedir. Nəyin təbliği? Filan kəs, həcci filan kəs, həcc yəni nədir? Həcc yəni Məkkəyə gedib. Nə var Məkkədə? Məkkəyə gedib təvaf eləyib, namaz qılıb, şeytana daş atıb, qurban kəsib, başqa əməllərdən danışmağı bu təbliğdir. Bilirsiniz necə? Həccin təbliğidir. Ki insanlar da bildi ki həcc, həcc. Üstə gəl, həcci filan kəs. Sən həccə gedib o titulu ki üstüvə götürmüsən, elə etkinlə deməsinlər ki, ay həcci filan kəs. Yəni, həccə qayıtmasın o. İnsana ki, həcci filan kəs deyirlər, o həcc sözü insanı qoruyur. İnsanı. Məsələn, deyəndə ki, filan kəs, məsələn, Əliyev filan kəs, deyirlər ki, Əliyevdir. Bir də deyirlər ki, filan kəs oğlu filan kəs, o artıq özün biraz nə edir? Yığışdırır. Niyə yığışdırır? Çünki mən pis hərəkət eləsəm, atama gedəcək. Bildiniz necə? Atama getməsin. O ki deyirlər həcci filan kəs, həcdən müğayət ol, həccə getməsin. Necə müğayət olursan, atova getməsin? O nifrinlər, lənətlər, həcdən də müğayət ol, həccə getməsin. Bir təbliğdir və illa bunun dini bir, belə deyək, söykənən yeri yoxdur. Heç demə həcci, nə olacaq ki? Demə Kərbəlayı, nə olacaq ki? Demə Məşhədi, nə olacaq ki? Yəni bunun mövzunu qloballaşdırmaq, nə bilim, ümumi bir auditoriya, 10 milyonluq bir auditoriya çıxartmağın hiləsi başqadır. Belə burada başqa heç bir şey nədir? Yoxdur. Da burada istifadə edelim bundan. Dedim, İzâ câûkə yucadilûnək yəqûlullezîne kəfəru. Onlar ki, kafirdirlər. Peyğəmbərin qabağına söz deyən kim olar? Kafir olar. Bu bilmir, mən deyirəm. Bunun qabağında. İn hazə ilə əsatirul əvvəlin. Buyurur ki, bu əsatirul əvvəlindən başqa bir şey deyil. Bu nağıldır. Necə keçmişdə nağıllar var idi? Bu da elə həmən o nağıllardan nədir? Biridir. Xudavənd Mütəal bəs İsra 47-də buyurur ki, Nəhnu a'lamu bima yəstəmi'unə bihi iz yəstəmi'unə ilə ki, o vaxt ki, qulaqların verirlər sənə, qulaq asırlar. Biz bilirik hansı niyyətlə nə inirlər? Qulaq asırlar. Hardan bilir Allah? Həmən o elm və qüdrəti ilə. Hansı elm və qüdrət? O ki, səni fitrət üzərində xəlq edib və fitrətündən xəbərdar diyor. Ki, sənin fitrətündə nələr var? Xudavənd Mütəal elm və qüdrəti ilə oradan bilir. O ayələrdən də biraz geniş bəhs edəcəyik. Və iz hum nəcva iz yəqulu zalimunə in təttəbiunə illə rəculən. Mən sonra siz də getmişsiniz, nə eləmişsiniz? Sehr olunmuş bir kişiyə tabi olmuşsunuz, onun sözləri ilə oturub durursunuz. 48-ci ayə Elhamdülillahi Rabbil Alemin. Peyğəmbər və əhl-i beytinə salavat. Allahümme salli ala Muhammed. Amin.